Boynumda ağrı çox güclüydü. Yata bilmirdim. Buramdan ağrıyırdı. Boynumun bax burasını bilmirdim haraya qoyam. Elə deyirdim ki, buranın nə olar ki, bir kəsib görəm ki, dənəsi də varmı? Neçə aydır bu vəziyyətdə idiniz? Hardasa da bir 8 ay idi. Niyə bu qədər saxlamışdınız? Həkimlərin heç kəs düzgün müalicə Astrofondrozdur, nə bilim mən biri uziyə yazdı, biri renginə yazdı. Heç kəsi bir düzəməli cavab vermədim ha. Şiddətli ağrılar var idi, gecə səhərə yata bilmirdi. Ağrı kəsdilər bir müddət xeyri dəyirdi, sonra dəymirdi. Elə bil ağrı kəsdinin dozası keçəndən sonra yenə ağrılar şiddətli şəkildə başlayırdı. Elə o tərəfə çönürdü, vay, bu tərəfə çönürdü, vay. Heç bir həkim nəticəsini demədi. Nə şiş olduğunu demədi, dərmanlar yazırdılar. Heç bir effekti də olmurdu, yəni xeyri görmədik. Xəstəmizin 62 yaşı var, boynunda 4-cü fəqrə səviyyəsində şiş vardır. Bu gördüyünüz 4-cü fəqrənin şişini fəqərə ilə bir yerdə tamamilə xaric etdik və bura yeni bir süni fəqərə qoyduq. Bununla da əməliyyatımız uğurla başa çatmışdır. Əməliyyatın üstündən nə qədər vaxt keçib indi? Bir ay. Bir ay keçib. Bu bir ayda nələr dəyişdi, özünü necə hiss edirsən indi? Lap gözəl. Yüngül elə bil heç nə məndə yoxdur. Heç ağrım yoxdur. İstəyirəm nəsə də istəyirəm ki, özümü hardasa bir işi eləyəm. Sıraz mənə deyirlər ki, onu eləmək olmaz. Sən ağır əməliyyatdan çıxırsan. Allah kömək olsun. Sizin də Allah köməyiniz olsun. Bax, çox adam bu əməliyyatdan qorxur ki, şiş əməliyyatına getmə, boyunda şişin varsa əl vurdurma. Sən nə deyərsən bunlara? Yox, ona heç nə. Kimin varsa elə bir şeyi gəlib sizin sayenizdə qutara bilər. Mən anamı sizin sayenizdə elə bir geri qaytarmışam, doktor. Yəni sizin sayenizdə. Əslində ən çox da sizə inandım ki, anamı geri qaytaracaqsınız. Allah kömək olsun. İndi ananın vəziyyəti necədir? Gecə nətər yatır? Nə duyğular keçirirsiniz? İndi yaxşı yatır, sərbəst yatışı var. Çox gözəl yatır. Şükür Allah. Yəni yuxusu geri qayıdıbdı. Qabaqca yata bilmirdi. Allah kömək olsun. Allah şəfasını versin inşallah.